Salam, hər vaxtınız xeyir, hörmətli həmvətənlərim, hörmətli kənd adamları, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlarımız, bu sahədə sahibkarlıq fəaliyyəti göstərən hər bir Azərbaycan vətəndaşı. Mən sizə Zaqatala rayonuna müraciət edirəm. Adım Zülfüqar, familiyam Qurbanovdur. Zaqataladan olmuşam, bugün də bu rayonda yaşayıram. 30 ilə yaxın bir müddətdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, ixracı sahəsində çalışıram, emalı sahəsində çalışıram. Mənim bugün sizinlə üzbüyüz qalıb, sizinlə ünsiyyət qurub, bəzi təkcə məni yox, bütün kənd adamını, o cümlədən bütün ölkə və vətəndaşlarını maraqlandıran bəzi suallara cavab axtarmağa məcbur edən səbəblər var. Mən sözümün əvvəlində qeyd elədim ki, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı, ixracı sahəsi ilə məşğul oluram. Əvvəlcə sahibkar kimi, sonra da hüquqi şəxs formasında, yəni müəssisədə aparıcı işçilərdən biriyəm. İşlədiyim müəssisə kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, ixracı ilə məşğul olur. Məni çox narahat edən bəzi suallar var bu sahədə və bu suallar ətrafında öz fikirlərimi sizlə bölüşmək istəyirəm. Ortaya mövcud olan sualları, bu sualların cavablarını necə tapmaq, bu yönümdə necə hərəkət eləmək barədə mənim öz, təbii ki, fikrim də var, planlarım da var. Bunları da sizlə bölüşmək istəyirəm. Biz həyatımızı elə yaşayırıq ki, bir insan həyatda bütün sahələrdə mütəxəssis ola bilməz. Hətta çalışdığı sahədə belə nə qədər güvənli olsa da ki, bu sahəni bilir, amma normal olan bir insan daim axtarışda, öyrənməkdə olmalıdır. Mən də həm bildiklərimi sizə çatdırmaq, həm də sizdən öyrənmək fikri ilə sizlə ünsiyyət, münasibət qurmaq istəyirəm. Belə ki, bugün Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində olan vəziyyət əksər vətəndaşlarımıza bəllidir. Açıq deyək ki, arzu olunan səviyyədə deyil. Mən bir rəqəmi dilə gətirəm, bu mənim öz fikrim deyil. Rəsmi statistikanın fikridir Azərbaycanda olan. Bugün Azərbaycan vətəndaşlarının istihlak elədikləri, işlətdikləri kənd təsərrüfatı məhsullarının 70%-dən çoxunu biz xaricdən Azərbaycana idxal edirik. Səbəb nədir? Vaxtilə Azərbaycan, belə SSR dönəmində götürək, aqrar ölkə olub, aqrar respublika olub. Biz həmişə respublikamızın istehsal elədiyi kənd təsərrüfatı məhsulları ilə qürur duymuşuq, onların miqdarı, onların keyfiyyəti ilə. Bəs bugün nə olub ki, Azərbaycan bu sahədə xeyli geriliyib. SSR dönəmində Azərbaycan təkcə özünü təmin eləmək yox, hətta Böyük Rusiyanın daxilində olan bir neçə vilayəti də kənd təsərrüfatı məhsulları ilə təmin edib. Axı biz həmənki adamlarıq. Həmənki adamların davamçılarıyıq. Niyə bugün Azərbaycan vətəndaşı özünün istehsalından olan məhsulda qıtlıq hiss eləsin? Mən bir rəqəmi, bir məlumatları sizə çatdırmaq istəyirəm müqayisə üçün. 80-ci illərin axırında, 90-cı illərin əvvəllərində mənim yaşadığım kənddə olan istehsal barədə rəqəmləri. Düzdür, kənd Muxaq kəndi idi.
deməli, Muxaq kolxozu fəaliyyətdə olan vaxtı mən onda kənd İcraya Komitəsinin sədri vəzifəsində işləmişəm. Ona görə bu rəqəmlər sırf mənim yadımda qalıb. Kəndin əhalisi təxminən 6-7 min civarında idi. O vaxtı dildə olan əsas işlərlə məhrum məsələn neçə təsərrüfat var idi kənddə. Kənddə 2200-ə yaxın təsərrüfat var idi. Yəni ailə var, ayrılıqda götürəndə təsərrüfat fərdlərdir. İstehsala baxanda kənd təsərrüfat məhsullarının istehsalına bir ildə 1800 ton tütün istehsal olunmuşdu. 12 təsərrüfat briqadası fəaliyyət göstərirdi. 2000 tondan yuxarı taxıl, yəni buğda. Qaradağının hələ miqdarını yadımda qalmayıb deyə bilmərəm. Bu qədər istehsal olub. Bununla yanaşı çay istehsalı. 30-32 tondan artıq barama istehsalı. Həmən kolxozda 6 qoyunçuluq briqadası fəaliyyət göstərib, hər briqadanın da 2000 başdan artıq qoyunu olub. 2 iri buynuzlu malqarı ferması fəaliyyət göstərib, gündə tonlarla süd məhsulları istehsal olunub, emal müəssisələrinə göndərilib. Bugün kəndin əhalisi təxminən bir 20% artıb, 30% artıb. Amma bu rəqəmləri mən bugünkü cavanlara desəm, heç kim inandıra bilmərəm. Yəni, kənd təsərrüfatı məhsullarının istehsalı o qədər aşağıdır ki, yəni bunu dilə gətirmək, belə müqayisə eləmək mümkün deyil. Səbəb nədir? Mən bu məsələlər ətrafında gələcək görüşlərdə də sizinlə öz fikrimi bölüşdürmək istəyəcəm. Ortada olan, təsir edən nə vasitələr varsa, təsir edən amillər, argumentlər, faktlar, bu istehsala öz fikirlərimi demək fikrim var və sizinlə bölüşmək. Əsas məramın, məqsədim budur ki, bizim bu yerlərdə faktiki gördüyümüz istehsalla bağlı vəziyyəti, bu vəziyyətə təsir edən amilləri, deyəsi elə bil ki, bir qurum, obyekt yoxdur. Bizim səsimiz yuxarılara çatmır. Ara bir, tutaq ki, hər hansı bir tədbir keçirilirsə də, orada bu sahədə müəyyən fikirlər söylənirsə də, mən belə fikirləşirəm ki, bu fikirlər rayon sərhədlərindən kənara gedib çatmır. Elə bir ki, o aidiyyəti qurumlar, məsul qurumlar, hansı ki, kənd təsərrüfatı məhsullarını istehsalına məsuldurlar. Bunlarla istehsalçılar arasında elə bir ki, bir koordinator rolunu oynayan qurumlar yoxdur ya da ki, fəaliyyət göstərmir. Məhz bu baxımdan istəyirəm ki, vaxtaşırı sizinlə görüşə gəlim. Vəziyyəti, faktiki olan vəziyyəti sizə çatdırım. Və bu geriləmədən necə çıxmaq lazımdırsa, bu məsələlər ətrafında birgə diskusiyalar aparaq, fikir mübadiləsi aparaq və bunu bu ictimailəşdirək bütövlükdə. Əllərimizdə olan bu resurslardan, yəni YouTube vasitəsilə, digər vasitələrlə Respublikanın, dövlətin bu işlər üzrə məsul olan qurumlarının rəhbərlərinə çatdıraq. Dəyərli dinləyicilər, dəyərli görüş iştirakçıları, mən sizinlə görüşün başlanğıcında qeyd elədim ki, Zaqatalada yaşayıram, kənd təsərrüfatı məhsullarının istehsalı, elmalı ixracı sahəsində çalışıram. Biraz da dəqiqlik gətirmək istəyirəm söylədiklərimə. Mən fındıq istehsalı, onun tədariki, elmalı ixracı sahəsində çalışıram. Bütün sahələrdə öz iştirakım var.
Yəni bu sahələrin çətinlikləri, problemləri ilə əyani olaraq bunların içərisində olaram, bilirəm. Sizdən xahiş edirəm, məni tanıyan, məni bilən bütün fındıq istehsalçılarından xahişim budur. İxracatçılardan xahişim budur ki, hazırladığımız bu verilişlər üçün aktiv olsunlar. Aktiv iştiraklarını təmin eləsinlər. Çünki həm istehsal sahəsində, həm ixrac sahəsində yetərincə bizim çətinliklərimiz var. Bu çətinlikləri masa üzərinə qoymaq, onların tam ayırt edib, onların həlli yollarını tapmaq bir adamın işi deyil. Hamılıqla, əgər bu işə qoşulsaq, hər şeyi şəffaf göstərə bilsək, çətinlikləri də məsləhətlərlə, verilən suallarla, yəni bu problemlərin həllini axtarsaq, inanıram ki, müəyyən bir nəticəyə nail ola bilərik. Mən məsələn, istiqamət üçün deyə bilərəm. Məsələn, fındıq istehsalçılarının, yəni kənd adamının, torpaq adamının ən böyük çətinliyi, problemi nədən ibarətdir? O istehsal elədiyi məhsulu istəyir ki, qarşı tərəf dəyərləndirsin, onu yaxşı qiymətə satsın. Əksər hallarda mən indi insanlar arasında oluram, istehsalçılar arasında oluram, görürəm ki, onların ən böyük iradları məhsulun dəyərləndirilməsində olan vəziyyətdir. Yəni, onlar irad tuturlar ki, məhsulu lazım qiymətə sata bilmirlər. Yəni, real qiymətə sata bilmirlər. Digər tərəfdən, məsələn, ixracatçıların özlərinin də çox böyük problemləri, çətinlikləri olur. Həm ixrac sahəsində, həm də təbii ki, mənfəətin müəyyənləşdirilməsi sahəsində. Hər bir kəs, iş adamı çalışır ki, qurduğu işdə müəyyən mənfəət əldə eləsin. Mənfəəti də əldə eləməkdən ötürü görülən işlər üzrə xərclər, gələn gəlirlərin dəqiqləşdirilməsi, sənədləşdirilməsi, bu sənədlər əsasında həmənki mənfəətin müəyyənləşdirilməsi nəzərdə tutulur. Təəssüflər olsun ki, bu xərclər sahəsində olan, tələb olunan sənədləri, bugün bizdən tələb olunan sənədləri biz çox vaxt təqdim edə bilmirik, müəyyən çətinliklərimiz var. Bax, mən iş adamlarından da xahişim odur ki, bir var ki, mən tək deyim, bir də bilavasitə siz şərhlərlə, suallarla bizim verilişimizə qoşulasınız. Onları bildirəsiniz bizə. Biz də bütün bu problemləri ictimailəşdirək, lazımi cavablar tapmağa çalışaq. Mən bununla bugünkü görüşümüzü tamamlamaq istəyirəm. Böyük ümidlərlə sizdən indi ayrılıram ki, şərhlərlə, veriləcək suallarla bizim növbəti görüşlərimizi siz maraqlı səviyyəyə çatmağa kömək edəcəksiniz. Gələn görüşlərə kimi əziz torpaq adamı, iş adamları, kənd adamları, sağ olun. Allah sizi, bizləri qorusun.